Oxuduqlarını yadda saxlamaq çətindirsə, bu 5 strategiyanı yoxla. Oxumaqla yadda saxlamaq arasında fərq var. Əgər öyrəndiklərin tez unudulursa, bu 5 elmi əsaslı strategiya sənə kömək edə bilər. 1. Aktiv öyrənmə. Sadəcə oxuma, qeyd apar, sual ver və mövzu ilə dialoqa gir. 2. Aralı fasilələrlə təkrar. Məlumatın beyində möhkəmlənməsi üçün təkrarı düzgün zamanla planlaşdır. 3. Multimodal yanaşma. Vizual, eşitmə və kinestetik metodları birləşdirərək öyrənməni zənginləşdir. 4. İnteqrasiya və əlaqələndirmə. Yeni bilikləri əvvəlki məlumatlarla əlaqələndir, kontekstdə saxla. 5. Öz dilinlə izah. Mövzunu başqasına izah etməyə çalış. Bu həm anlama, həm də yadda saxlama gücünü artırır.